Salam dəyərli izləyicilər, bu günlər sizinlə biz yer kürəsinin kartoqrafik təsvirləri haqqında danışacağıq. Bu dərsimizdə miqyas, şərti işarələr, üfüqün cəhətləri, horizontallar və məhəllin planını öyrənəcəyik. Deməli, coğrafiya elminin öyrənilməsi coğrafi informasiyaların toplanılmasından başlayır. Bu coğrafi informasiyanı topladıqdan sonra, daha sonra alimlər onu biz oxuculara, müəllimlərə, şagirdlərə və yaxud digər coğrafiya həvəskarlarına müxtəlif üsullar vasitəsilə təqdim eləyirlər. Yəni müxtəlif üsullar dedikdə məsələn kitablar vasitəsilə, ensiklopediyalar vasitəsilə, xəritələr vasitəsilə və s. Deməli belə təqdimat üsullarından da biri kartoqrafik təsvirlərdir. Kartoqrafik təsvirlər ümumiyyətlə biz dedikdə kartoqrafik təsvirləri biz xəritəşünaslıq, xəritə və yaxud qlobusun, planın hazırlanması, düzəldilməsi kimi də nə edə bilərik, götürə bilirik. Kartoqrafiya, coğrafiya elmi və digər kartoqrafik əsərlər onların yaradılma və istifadə edilmə üsulları haqqında olan elmdir. Kartoqrafik təsvir dedikdə biz nəyi, hər hansı bir nəyinsə şəklini nəzərdə tuturuq. Kartoqrafik təsvirlərdə 3 cürdür. Deməli bunlar hansılardır? Xəritə, plan və qlobusdur. Kartoqrafik təsvirlər. Bu 3 dənə kartoqrafik təsviri biz yadımızda saxlayacağıq. Deməli, ümumiyyətlə biz plan, xəritə və qlobus yaratmamışdan qabaq biz bilirik ki, yer kürəsinin həqiqi ölçülərini biz kiçildirik. Çünki biz yer kürəsinin hər hansı bir ərazisini kağız üzərində plan, xəritə çəkmək üçün onu mütləq kiçiltməliyik. Həqiqi ölçülərdən biz xəritə çəkə bilmərik. Və bu ölçülmə işləri də riyazi statistika və riyazi əməllərlə, riyazi hesablamalarla aparılır və biz yer səthinin kiçildilməsi zamanı istifadə edəcəyik kəsr ədəd olan miqyasdan. Deməli, yer səthində olan əraziləri kartoqrafik təsvir etmək üçün ilk növbədə onun ölçülərini kiçiltmək lazım gəlir ki, bunun üçün də miqyasdan istifadə olunur. Miqyasdan ilk dəfə Yunan alimi Anaksimander nə edib? Öz xəritəsində istifadə etmişdir. Ümumiyyətlə, Anaksimanderin xəritəsi Eratosfenin xəritəsindən qabaq olub. Lakin Anaksimanderin dövründə coğrafiya elmi hələ kəşf olunmadığı və yaradılmadığı üçün biz Anaksimanderin xəritəsinə coğrafi xəritə deməyəcəyik. Biz miqyasın ifadə olunma formasına görə danışsaq, miqyas ifadə olunma formasına görə, yəni göstərilməsinə görə bölünür 3 yerə. Ədədi miqyas yoldaşlar yazılır nələr vasitəsilə? Ədədlər vasitəsilə. Deməli, ədədi miqyas, məsələn, biz nümunədə qeyd elədiyimiz kimi 1 bölünsün 2000, 1 bölünsün 30.000, 1 bölünsün məsələn 400.000. Deməli, biz bu ədədi miqyasları artıq izahlı miqyasa çevirdikdə yadımızda qalsın. Ya 2 dənə 0 siləcəyik bu miqyaslardan, ya da 5 dənə 0 siləcəyik. Və sıfırları sildikdən sonra yerdə qalan ədədimiz adlanacaq miqyasın kəmiyyəti. Əgər 2 dənə 0 silsək, miqyasın kəmiyyəti metrlə izah olunacaq. Əgər biz 5 dənə 0 silsək, miqyasın kəmiyyəti kilometrlə ifadə olunacaq. Məsələn, biz əgər ədədi miqyasda 1 bölünsün 2000-də yoldaşlar, diqqət eləsək görərik ki, sıfırların sayı azdır. Ona görə biz buradan 2 dənə 0 neynəsək, silsək, yerdə qalacaq 20 ədədi. Bu 20 ədədi də o zaman nə olacaq? Miqyasın kəmiyyəti. Yəni biz deyəcəyik ki, 1 santimetrdə nə qədər? 20 metr. Deməli, xəritə üzərində 1 santimetr məsafəyə həqiqi olaraq 20 metr uyğun gələcək. Və yaxud da biz 1 bölünsün 400.000-dən 5 dənə 0 silsək, 5 dənə 0 silsək, yerdə nə qalacaq? 4 ədədi qalacaq. Deməli, bizim 4 ədədimiz nədir? Miqyasın kəmiyyətidir. Və biz 5 dənə 0 sildiyimiz üçün bu da necə ifadə olunacaq? 1 santimetrdə 4 kilometr. Yəni, xəritə üzərində 1 santimetr məsafəyə həqiqətdə 4 kilometr uyğun gələcək. Və biz bunları izahlı şəkildə qeyd etsək, məsələn, 1 santimetrdə 2 kilometr, 1 santimetrdə 5 kilometr və s. O zaman bu adlanacaq ifadə olunma formasına görə izahlı miqyas. Və bunları biz adından da göründüyü kimi xətt formasında nə edə bilərik? Göstərə, ifadə eləyə bilərik. Deməli, biz bu zaman
müəyyən bir ölçüdə parça götürürük. Parça 1 sm bölgülü olmaqla hissələrə bölünür. Aydındırmı? Xətti miqyasda ümumiyyətlə diqqət eləyəcəyimiz məqam nə olacaq yoldaşlar? Baxın, əgər biz diqqət eləsəz, deməli 1 sm-də 2 kilometr bizim izahlı miqyasımız var burada, düzdürmü? Diqqət eləyəcəyik. Miqyasın kəmiyyəti neçədir? 2 və miqyas ifadə olunması formasına görə kilometrdə ifadə olunur. Deməli bizim göstərilən parçamızın sağ tərəfində qalan ölçü vahidi mütləq kilometr olmalıdır. Əgər miqyasın kəmiyyəti kilometrlə ifadə olunursa və ən sol tərəfdə sıfırdan solda qalan ədədimiz miqyasın kəmiyyəti ilə eyni olmalıdır. Yəni 1 sm-də 2 kilometr. Deməli, daha sonra davam eləsək biz deyərik ki, əgər burada bir sıra məsələlər sizə göstərsək, məsələn deyir ki, A və B məntəqələri arasında məsafə nə qədərdir? 1400 kilometrdir. Deməli 1400 kilometrdir. Və bizə burada nəyi də verir? Miqyası verir. İndi miqyas video üçün düşməyib. Deməli, orada əvvəlcə miqyasın kəmiyyəti tapılır deyəndə 1 sm-də 20 kilometr. Deməli, miqyasımız bizim nə qədərdir? Biz deyəcəyik ki, bizim miqyasımız olacaq 1 bölünsün 20 milyon. Çünki 5 dənə 0 silindikdə yerdə nə qalacaq? 20. Və 1 sm-ə nə qədər uyğun gələcək? 20 kilometr uyğun gələcək. Ona görə də əgər A və B məntəqələri arasındakı həqiqi məsafə 1400 kilometrdirsə, biz tənasüb quracağıq. 1 santimetrimizə 20 kilometrimiz uyğun gəlirsə, deməli, xəritə üzərindəki məsafədə təbii ki, santimetrlə ifadə olunacağı üçün xəritə üzərindəki məsafəni bilmirik. Onu da adlandıracağıq nə? X. X santimetrdə uyğun olacaq 1400 kilometrə. Və təbii ki, tənasübü həll etdikdə yerdə qalan cavab 70 sm olacaq. Deməli, həqiqidə 1400 kilometr olan yolumuzun uzunluğu xəritə üzərində nə qədər olacaq? 70 sm-ə uyğun gələcək. Daha sonra yoldaşlar, məsələn biz diqqət eləcək, deyir ki, səyyahın 5 km/saat sürətlə 6 saata getdiyi yol 1 bölünsün 150 min miqyaslı xəritədə neçə santimetrdir? Deməli, həmişə yadınızda qalsın. Bizə miqyas verilib və bizdən xəritə üzərində məsafəni soruşursa, biz mütləqdir ki, həqiqi məsafəni tapaq. Həqiqi məsafəni də tapmaq üçün, təbii ki, riyaziyyatda gedilən yol bərabərdir, sürət vurulsun zaman. Nə edirik? 5 km/saat sürəti vuracaq 6-ya, 6 saatı. Cavab eləyəcək neçə? 30. Deməli, bizim həqiqi məsafəmiz nə qədərdir? 30 kilometrdir və biz həqiqi məsafəni miqyasın kəmiyyətinə bölərək alacağıq nəyi? Xəritə üzərində məsafəni. Təbii ki, miqyasımızın kəmiyyəti 5 dənə 0 siləndə 4 0 gələcək. 15-i də 1,5 kimi götürəcək. Çünki orada tam 1 0 silməyimizə görə gələcək və yenidən tənasüb quraraq həqiqi məsafəni böləcəyik miqyasın kəmiyyətinə. Yerdə qalan 20 sm olacaq nə? Xəritə üzərindəki məsafə. Aha. Daha sonra yoldaşlar, deməli kartografik təsvirlərdə biz artıq ərazilərin kiçildilməsini bildik. Ərazilərin kiçildilməsini bildiyimiz üçün biz artıq yer kürəsində olan bəzi obyektləri məcburuq ki, planda, xəritədə və qlobusda nə edək? İşarələyək. Və kartografik təsvirlərdə həmin bu coğrafi obyektləri işarələmək üçün bizim istifadə edəcəyimiz işarələr adlanacaq nə? Şərti işarələr. Şərti işarələr özü də təsvir etdiyi obyektin müəyyən əlamətlərini xatırladacaq. Yəni biz ona baxdıqda hansı obyekt təsvir edilibsə, biz nə edəcəyik? Onu xatırlayacağıq. Deməli, kiçik ərazilərdən istifadə edilməsi, əkin sahələrinin genişləndirilməsi, kanalların və yaxud yolların çəkilməsi üçün nədən istifadə olunur? Planlardan istifadə olunur. Adətən şərti işarələr planlarda daha geniş şəkildə nə edilir? Verilir. Və biz də deyəcəyik ki, həmin bu şərti işarələr təsvir etdiyi, əvəzlədiyi obyektə bənzəyəcək. Məsələn,
Meşəni biz təsvir etdikdə təbii ki bilirik ki, meşə ağaclardan ibarət olur. Ağacları da biz yarpağına görə yaşıl kimi götürəcəyik. Və yaxud suyu, dənizi, çayı, gölü biz şərti işarələrlə verdikdə nə rənglə veriləcək? Su xəritələrdə, qlobuslarda, planlarda təbii ki mavi rənglə veriləcək. Deməli, şərti işarələrimiz də özlüyündə bölünəcək 3 qrupa. Konturlu, miqyassız və xətti. Konturlu biz ona deyəcəyik ki, yəni biz həmin şərti işarənin sahəsini hesablaya bilərik. Təbii ki, indi məsələn, evin, məktəbin, zavodun, fabrikin ərazisi ölçülə biləndir də, yoldaşlar, biz sahəsini hesablaya bilərik. Düzdürmü? Amma məsələn, meşə ərazisi ilə, çolluqla, çəmənliklə baxdıqda, dənizlə, göllə baxdıqda çox kiçik ərazi tuturlar. Onun üçün tikinti obyektləri, evlər, məktəblər, universitetlər, zavodlar, bunlar hamısı nə olacaq? Sahəsi hesablana bilməyəcək. Ona görə də biz bunları götürəcəyik miqyassız, amma sahəsi hesablana bilən, çox geniş ərazilər tutan əkin sahəsi, çolluq, meşə, göl, çəmənlik, bağ, üzümlük və s. və ilaxır bunlar olacaq. Nə sahəsi hesablana bilən? Konturlu. Miqyassızda isə biz onun sahəsini də uzunluğunu da hesablaya bilməyəcəyik. Ümumiyyətlə şərti işarələrin hündürlüyünü hesablamalı olmur. Yəni bunu heç yerdə deməyəcəyik biz. Xəttidə isə adından göründüyü kimi sanki zolağa bənzəyəcək. Bir xətt formasında uzanacaq və biz bu xətti şərti işarələrdə nə edəcəyik? Onun uzunluğunu hesablaya biləcəyik. Məsələn, yol. Yol təbii ki xəttidir. Boru kəməri xəttidir. Elektrik xətti xəttidir. Dəmir yolu xəttidir. Dəmir yolu stansiyası yox. Dəmir yolu stansiyası miqyasdır. Dəmir yolu xəttidir. Çay xəttidir. Sanki zolaq şəklində nə edir? Zolaq şəklində uzanır. Deməli, diqqət eləsək məsələn, şose yolu. Şose yolunun təsviri sadədir. Metal körpü. Yoldaşlar, yadınızda qalsın ki, körpünün demək olar ki, təsviri eynidir. Lakin körpü 2 dənə körpü olacaq. Əgər bu ortadakı ziqzaq xətlər olarsa, bu metal körpüdür. Və ziqzaq xətlər olmasa, taxta körpü olacaq. Bunları görürsünüz, üzümlük təbii ki, dollar işarəsinə bənzir. Adətən ən yaxşı yadda qalan şərti işarə budur. Çəmənlik 2 dənə yan-yana xətlərdən belə deyək, ibarətdir. Çəmənlik yaşayış məntəqəsini görürsünüz, şose yolları, binalar falan, çaylar, dəmir yolu, iynəyarpaqlı meşə. Deməli, meşələr adətən 3 növ biz keçirik meşələri. Deməli, mən çalışacağım onları çəkim. Baxın, biri budur. Digərini çəkməyə çalışacağım sizin üçün. Üçüncünü də çəkə bilsəm, Allah olacaq. Deməli, yoldaşlar, bu qırılmış meşədir. Yəni, heç binəyi yoxdur, yarpağı yoxdur. Bu, iynə yarpaqlı meşədir. Yanınızda saxlayırsınız, adətən oxa bənzir, oxdaşı iynə kimidir. Bu isə enli yarpaqlı meşədir. Aydındırmı? Deməli, əgər iynə yarpaqlı ilə enli yarpaqlı yan-yana işlənsə, bu olacaq qarışıq meşə. Daha sonra deməli, məsələn, cığırı görə bilərsiniz, kəsik-kəsik xətlərlə göstərilir. Qumluq adətən nöqtələrlə göstərilir. Enli yarpaq meşə. Əgər tək ağacın öz simvoluysa, tək ağacdır bu. Əgər ətrafında müəyyən bir sahə, ərazi və yaxud yaşıl rəngdə sahə varsa, bu meşə sahəsi deməli, yəni enli yarpaq meşə sahəsi. Meyvə bağı dairələrdən ibarətdir. Bir də ki, diqqət eləsəniz, dairələr sıravi şəkildə verilir. Bu da ki, təbii ki, meyvə bağı nədir? Antropogen fəaliyyət nəticəsində meydana gəlir. Yəni, meyvə bağını salan kimdir? İnsanlar. Elektrik xətləri sonra kolluqları görə bilərsiniz və qarışıq meşəni təbii ki, biz nə eləmişdik? Qeyd eləmişdik. Deməli, daha sonra danışacağıq biz əvvəlcə nədən? Əvvəlcə biz danışacağıq üfüqün cəhətlərindən daha sonra. Deməli, biz plan, xəritə, qlobus çəkmək üçün ərazini kiçiltmək bizim üçün vacib idi. Onun üçün biz miqyası öyrəndik. Daha sonra orada olan belə deyək, obyektləri,
xəritəmizdə, planımızda, qlobusumuzda təsvir eləmək üçün şərti işarələri öyrəndik. İndi təbii ki, biz bilməliyik ki, xəritə ilə nə edə bilərik? Öz istiqamətimizi tapa bilərik. Yəni tutalım ki, biz bir əraziyə düşmüşük. Bizim yol tapmağımız vacibdir. Biz əgər istiqamət bilməsək, xəritədə heç vaxt yolumuzu tapa bilərik. Onun üçün yoldaşlar biz deyəcəyik ki, kartoqrafik təsvirlərin tərtibi üçün miqyas və şərti işarələrlə yanaşı üfüqün cəhətlərini təyin eləmək də nədir? Vacibdir. Üfüq nədir? Adətən açıq bir ərazidə, açıq bir sahədə, meşəlikdə, çəmənlikdə və yaxud dəniz sahilində durduqda ümumiyyətlə gözümüzün görə biləcəyi qədər bütün açıq ərazi, açıq məsafə nədir? Üfüqdür. Sanki üfüqdə biz baxdıqda göy ilə yerin birləşdiyi xətt, sərhəd, xəyali xətt, bu nə adlanacaq? Üfüq xətti adlanacaq. Və üfüqün cəhətlərinin təyin edilməsində hal-hazırki müasir dövrdə çox asandır. Ən sadə cihazlar üfüqün cəhətlərini təyin eləmək üçün kompas və nədir? Qnomondur. Amma qədim dövrlərdə insanlar ilk vaxtlar üfüqün cəhətlərini günəşə əsasən təyin edirdilər. Çünki günəş həmişə şərqdən çıxıb qərbdən olur, batır. Təbii ki, biz üzümüzü gün çıxan tərəfə döndərsək, olacaq hansı istiqamət? Şərq. Üzümüzü gün batana tərəf döndərsək və yaxud şərqə baxsaq, bizim əksimiz olacaq nə? Qərb istiqaməti. Deməli, zəngli kompas və qnomon haqqında məlumat versək, ümumiyyətlə yadınızda qalsın, kompas istehsal olunub Çində və biz də yadınızda gəlsə demişdik ki, ilkin təsəvvürlər dövründə ümumiyyətlə coğrafiya ilminin yarandığı dövlətlərdən də biri hansıdır? Qədim Çindir. Qədim Çin dünyaya 3 dənə töhfə verib. Nədir onlar? Deməli, töhfələrdən biri kompasdır. Təbii ki, coğrafiya ilminə lazımdır və digərlərini siz tarixdən bilərsiniz. Kağız və içməli çaydır. Bunlar Çinin dünyaya nələridir? Töhfələridir. Kompasdan əlavə digər üfüqün cəhətlərini təyin eləmək üçün istifadə olunan sadə cihazlardan biri nədir? Qnomondur. Deməli, kompasdan danışsaq. Kompasın əqrəblərinin şimal ucu, yəni yuxarı tərəfi 0 dərəcədən başlayır. Və şimalın əksi, yəni aşağısı cənubdur. Kompasın əqrəbi ancaq və ancaq göstərəcək şimal maqnit qütbünü. Yəni kompasın əqrəbi coğrafi qütbünü yox, maqnit qütbünü göstərəcək. Coğrafi qütblərin yeri sabitdir. Amma maqnit qütblərinin yeri sabit deyil. Maqnit qütblərini birləşdirən maqnit meridianları ilə coğrafi qütbləri birləşdirən meridianların əmələ gətirdiyi maqnit meyl bucağı 11.5 dərəcədir. Deməli, və kompasda dərəcələr saat əqrəbinin hərəkəti istiqamətində 0-dan 360 dərəcəyə qədər tam bucaq əmələ gətirilir. Qnomonsa kölgəsinin əks olunmasına görə cəhətləri təyin edir. Onun uzunluğu 1 metr olan bölgülü taxta parçasıdır. Gündüz, belə deyək, əgər günəş tam başda olarsa, şimal yarım kürəsində qnomonun kölgəsi nə olur? Şimala tərəf yönələcək. Deməli, üfüqün əsas 4 dənə cəhəti var. Şimal, diqqət eləsəz. Deməli, şimalın əksi cənub və biz xəritəyə baxdıqda təsəvvür eləyək ki, xəritəyə baxırıq. Deməli, bizim yuxarı hissəmiz şimal, aşağı cənub, bizim sağ tərəfimiz şərq, şərqin əksi, yəni bizim sol tərəfimiz qərb istiqamət olacaq. Və yoldaşlar, üfüqün əsas cəhətləri ilə yanaşı, üfüqün aralıq cəhətləri də olacaq. Bunlar şimalla şərqin ortasından çəkilən şimal-şərq, şərqlə cənubla şərqin ortasından çəkilən cənub-şərq, cənubla qərb, cənub-qərb və şimalla qərbin ortasından çəkilən təbii ki, şimal-qərb. Deməli, aralıq cəhətləri biz qeyd elədikdə həmişə şimal və cənubun adını əvvəl nə etməliyik? Çəkməliyik. Daha sonra yoldaşlar, kompasa və qnomona əsasən üfüqün cəhətini təyin elədik. İndi üfüqün cəhətini biz təbii amillərə əsasən də nə edə bilərik? Təyin edə bilərik. Məsələn, qarışqa yuvasına əsasən,
Ağac gövdəsindəki halqalara əsasən, ağacda bitən mamırlara əsasən, qütb ulduzuna əsasən, günəşin çıxmasına əsasən, məscidlərə əsasən və s. Qarışqa yuvasının adətən şimal tərəfi daha dik olur. Çünki şimalda gələn soyuq hava axınlarının önünü kəsmək üçün qarışqalarda instinktdir ki, onun şimal tərəfini neynəsinlər? Daha dik inşa eləsinlər. Yəni, biz baxacağıq, qarışqa yuvasının hansı tərəfi dikdirsə, deməli o istiqamət hansı istiqamətdir? Şimal istiqamət. Və yaxud, kəsilmiş ağaca biz baxdıqda, təbii ki, ağacın gövdəsində halqalar mövcud olur və bu halqaların hansı hissəsi daha sıx yan-yanadırsa, bir növ təsəvvür eləyin ki, onlar şimaldan gələn soyuq hava kütlələrinin qarşısında sıxılıblar. Yəni ağacın gövdəsində halqalar hansı istiqamətə sıxdırsa, həmin istiqamət hansı istiqamət olacaq? Şimal istiqamət. Daha sonra biz bilirik ki, şimal yarımkürəsinə rütubətli hava axınları gəlir və bu o deməkdir ki, ağacların şimal tərəfində yaşıl rəngdə nələr bitəcək? Mamırlar bitəcək. Deməli ağacın hansı istiqamətində mamır bitibsə, həmin istiqamət nədir? Şimal istiqamətidir. Daha sonra qütb ulduzu. Qütb ulduzu ancaq və ancaq görsənəcək şimal yarımkürəsində. Qütb ulduzu şimal coğrafi qütbündə, yəni 90 dərəcəlik nöqtələrdə düşəcək neçə dərəcə uzaq altında? 90 dərəcə uzaq altında. Perpendikulyardır. Və bu o deməkdir ki, məsələn, 80 dərəcə şimal elliyi, bəli, 80 dərəcə uzaq altında düşəcək. 50 dərəcə şimal elliyi, 50 dərəcə uzaq altında düşəcək. Enlik, uzunluq yox, enlik neçə dərəcədirsə, qütb ulduzu da həmin enliyə o dərəcə uzaq altında görünəcək. Məsələn, desək ki, 5 dərəcə cənub enliyində qütb ulduzu görsənərmi? Xeyr, görsənməz. Çünki söhbət cənubdan gedir və biz də dedik ki, cənub yarımkürəsi qütb ulduzunu görməyəcək. Daha sonra, yəni bizim qütb ulduzuna baxdığımız tərəf şimal istiqamət. Daha sonra günəşin şərqdən çıxıb, qərbdən batmasına, yəni biz səhər-səhər oyanmışıq, müşahidə edirik ki, günəş çıxır. Deməli, həmin istiqamət hansı istiqamət olacaq? Şərq istiqaməti. Axşam sağıdır, günəş batır, həmin istiqamət hansı istiqamət olacaq? Qərb istiqaməti. Daha sonra müsəlman ölkələrində adətən evlər Məkkəyə tərəf neynəlir? Tikilir, məscidlərin qapısı və yaxud evlər Məkkəyə tərəf tikilir. Bunu da deyəcək. Daha sonra yoldaşlar, üfüqün cəhətlərinə aid biz bəzi məsələlərə diqqət yetirsək, deməli, məsələn bizə deyir ki, səyyah düşərgədən çıxaraq əvvəlcə 90 dərəcə azimutla 10 km hərəkət elədi. Sonra cənub istiqamətinə yenidən 10 km hərəkət etdi. Düşərgəyə ən qısa yolla hansı istiqamət və azimutda qayıtmalıdır? Aha, deməli, səyyahın çıxdığı nöqtəni, baxın, həmişə yadınızda qalsın. Belə məsələlərdə üfüq xəttini, üfüq oxlarını çəkməyiniz sizin xeyrinizdir. Məsələn, bu hissədə çəkilən üfüq oxlarına diqqət eləsəz, baxın, səyyahın olduğu düşərgəni və yaxud başladığı və yaxud çıxdığı məntəqəni həmişə bu oxların kəsişməsi götürün. Diqqət eləsəz, burada nə götürülüb? A nöqtəsi götürülüb. Deməli, səyyah düşərgədən çıxaraq əvvəlcə 90 dərəcə azimut var. Yoldaşlar, baxın, birinci deməmişdən qabaq, nəyə biz nə etməliyik? Diqqət yetirməliyik. Deməli, əgər biz diqqət yetirsək, biz dedik ki, azimutda, kompasda azimut bucaqları var. Azimut nədir? Azimut ərəb sözdür, yön, istiqamət deməkdir. Azimut bucağı dedikdə, şimala olan istiqamətlə verilən istiqamət arasında qalan saat əqrəbi istiqamətdə ölçülən bucağa nə deyirlər? Azimut bucağı. Məsələn, şimal istiqaməti ilə bizə verilib nə? Şərq istiqaməti. Deməli, biz diqqət eləsək, əgər, baxın, şimal istiqaməti ilə şərq istiqaməti arasındakı bucağı götürsək, təbii ki, biz avtomatik görəcəyik ki, bu hansı bucaqdır? Düz bucaq. Düz bucağın dərəcəsi necə bərabər? 90 dərəcə. Deməli, bizi şimal istiqamətindən başlayaraq ölçdük onu. Düzdürmü? Saat əqrəb istiqamətində ölçdük onu. Və verilən bucaqla verilən və yaxud istiqamət arasında, məsələn, şərq istiqaməti verilmiş. Onların arasında qalan bucaq oldu 90 dərəcə. Bu oldu bizim azimut bucağımız.
Ona görə də bizim şimalımızın bucağı olacaq neçə dərəcə? 0 dərəcə. Şərqimizin bucağı dediyi olacaq neçə dərəcə? 90 dərəcə. Bunu biz qeyd eləyək. Şərqimizin bucağı olacaq neçə dərəcə? 90 dərəcə. Daha sonra diqqət eləsək, bu da neçədir? Bu da düz bucaqdır. Yəni, bu düz bucaqları bir-birinə toplayanda yerindən əmələ gələcək açıq bucaq. Açıq bucaq neçə dərəcədir? 180 dərəcə. Deməli, cənub istiqamətimiz olacaq neçə dərəcə? 100 bir dəqiqə. Cənub istiqamətimiz olacaq neçə dərəcə yoldaşlar? 180 dərəcə olacaq. Aha, çəkmədə çətinlik çəkirəm. 180 dərəcə olacaq. Təbii ki, indi bu 180-in üstünə 190-da gələndə qərb istiqamətimiz neçə dərəcə olacaq? 270 dərəcə olacaq. 270 dərəcə nə edəcək? 270 dərəcə olacaq. Daha sonra 270-in üstünə 190 dərəcə gələndə şimal gəlib dayanacaq neçə dərəcədə? 360 dərəcədə gəlib nə edəcək? 360 dərəcədə gəlib yoldaşlar dayanacaq. Deməli, bunu da biz yadda saxlayırıq ki, şimalın dərəcəsi oldu 0 dərəcə 360 dərəcə, şərq oldu 90 dərəcə, cənub oldu 180 dərəcə, qərb oldu 270 dərəcə. İndi məsələn bizdən əgər şimal-şərq istiqamətini soruşsa, bunu yadda saxlayın. Şimal-şərq düz şimalla şərqin arası deyilmi? Düz şimalla şərqi tən ortadan bölünürmü? Deməli 90 dərəcə nə edəcək? Tən ortadan böləcək. Ona görə də şimal 0 idisə, bunların arasında qalan bucaq da 45 dərəcə bucaqdırsa, deməli şimal-şərq olacaq neçə dərəcə? 45 dərəcə. Bunu da belə yadımızda saxlamış olacaq. Şimal-şərq olacaq 45 dərəcə, cənub-şərq olacaq 90-ın üstünə 45 gələndə 135 dərəcə, cənub-qərb olacaq 180-ın üstünə 45 gələndə 225 dərəcə, şimal-qərb olacaq 270-in üstünə 45 gələndə 315 dərəcə. İndi bunları silək, daha sonra məsələnin izahına diqqət yetirək. Deməli, yoldaşlar, indi səyyah deyir ki, düşərgədən çıxarlar əvvəl 90 dərəcə azimutla. Təbii ki, biz bildik 90 dərəcə hansı istiqamətdir? Şərq istiqamət. Şərqin də oxunu biz bildik. İndi 90 dərəcə azimutla 10 kilometr getdi. Daha sonra cənub istiqamətində nə etdi? 10 kilometr hərəkət elədi. Cənub istiqamətində də eyni 10 kilometr hərəkət elədi. Və yaxud bizə 180 dərəcə. Cənubun da istiqamətini bildik, düz aşağı. Deyir ki, o ən qısa hansı yol və hansı azimutla çıxdığı düşərgəyə qayıdar. Bunun da çıxdığı düşərgə bu hissə deyildi. Və ən qısa da bu yolla qayıtmalı deyil. İndi bax bu oxuna. Bu oxu gətirib mən düz bu hissəyə qoysam, bu ox hansı ox olacaq? Şimal-qərb istiqaməti olacaq. Şimal-qərb istiqamətdə dediyi neçə dərəcəyə bərabərdir? 315 dərəcə. Cavabımız olacaq C bəndi 315 dərəcə şimal-qərb. Daha sonra çalışma 2-yə nəzər yetirsək, deyir ki, 315 dərəcə azimutla gedən səyyah hansı istiqamət və azimutla nə etməlidir? Geri qayıtmalıdır. Burada bir dənə qaydanı biz avtomatik yadımızda saxlayacağıq. Tutalım bizə ancaq bir dənə ox verir. Məsələn, deyir ki, 315 dərəcə. Biz 315 dərəcə istiqaməti bildik. Düzdürmü? 315 dərəcə indi verir. Bunu təbii ki, təxminən də məntiqlə tapmaq olar. Amma bunun asan bir dənə qaydası var. Əgər bizə verilən, şərqdə verilən dərəcə 180 dərəcədən böyükdürsə, qaydan istiqaməti bilmək üçün həmin veriləndən 180 çıxacaq. Məsələn, bizə 315 verilməyib. 315 böyüdür 180-dən. 315-dən çıxacaq 180-dən. 315-dən 180 çıxacaq, cavab edəcək 135 dərəcə. Əgər verilən dərəcə 180-dən kiçikdirsə, o zaman 180-dən həmin dərəcəni nə edəcək? Toplayacaq. Məsələn, həqiqətən də səyyah 315 dərəcə getməyib. Səyyah geri qayıtmaq üçün hansı istiqamətdə, hansı dərəcədə qayıtmalıdır? 135 dərəcədə. İndi deyir ki, tutalım, səyyah 135 dərəcə azimutla hərəkət edib. Geri hansı azimutla qayıtmalıdır? Bilirəm 315 dərəcədə, düzdürmü? Onun əksidir də. Deməli 135-in də üstünə 180 gələndə yerdə cavab nə eləyəcək? 315 dərəcə eləyəcək. Bunu da belə yadda saxlayaq. İndi çalışma 4-ə diqqət yetirək. Deyir ki, səyyah düşərgədən çıxaraq əvvəlcə neçə dərəcə getdi? 270 dərəcə getdi.
Azimutla 270 dərəcə azimutla nə qədər getdi? 7 kilometr getdi. Şimal istiqaməti ilə 5 kilometr, daha sonra 90 dərəcə azimutla nə etdi? 7 kilometr hərəkət edildi. O düşərgəyə ən qısa yolla hansı azimut və istiqamətdə qayıtmalıdır? Birini də mən əlavə edeyim. Neçə kilometr? Məsafə nə etməlidir? Qət eləməlidir. Gəlin baxaq. Deməli, indi deyək ki, səyyah düşərgəsindən çıxdı. Təbii ki, bu nöqtə qoydum. İndi bu tutalım səyyahın nə idi? Düşərgəsi. 270 dərəcə. 270 dərəcəni mən bilirəm də. 270 dərəcə. Neçə kilometr getdi? 7 kilometr. Sonra şimal istiqaməti. Şimal üzü yuxarıdır. Şimal istiqaməti ilə nə qədər getdi? 5 kilometr getdi. Düzdürmü? Deməli, bu oxumuz bizim neçə oldu? 7 oldu. Aha. Bu oxumuz neçə oldu? 5 oldu yoldaşlar. Yadımızda qalsın. İndi deyir ki, daha sonra 90 dərəcə azimutla. 90 dərəcədə bilirəm, şərq istiqamətdir. Bunu da belə nə elədim? Bunu da işarələdim. Və 90 dərəcə azimutla nə qədər hərəkət elədi? 7 kilometr. Diqqət eləsəz, ən qısa məntəqəyə necə qayıtmalıdır? Üzü aşağı qayıtmalıdır. Bu hansı istiqamətdir? Üzü aşağı olur. Cənub istiqamətidir. Cənubun dərəcəsi neçə dərəcədir? 180 dərəcə. Deməli, istiqamətimiz cənub istiqaməti. Dərəcəmiz necə? 180 və nəyi də yadınızda saxlayacaqsınız? Nəyi də yadınızda saxlayacaqsınız? Diqqət eləsəz, biz riyaziyyatdan bilirik ki, düz bucağının tərəfləri bir-birinə bərabərdir. 7-7-yə bərabər deyil. 7-7-yə bərabər deyil. Bu qarşı tərəfində, qarşısındakı tərəf 5 deyil, 5 kilometrdir. Deməli, bu istiqamətimizdə bizim nə qədər olacaq? 5 kilometr. Deməli, səyyah ən qısa 180 dərəcəlik azimutla cənub istiqamətilə 5 kilometr hərəkət eləyərək nə eləmişdi? Çatmışdır. Deməli, daha sonra yoldaşlar, biz plan, xəritə, qlobus tərtib eləmək üçün ərazini kiçiltmək üçün miqyası bildik. Ərazidəki obyektləri təsvir eləmək üçün şərti işarələri bildik. Ərazidə istiqamət təyin eləmək üçün üfüqün cəhətlərini bildik. İndi biz bilirik ki, bizim dünyamız hamar şəkildə deyil. Yəni, eğriliklə desək, düppələmdüz deyil. Nahamardır. Yəni, bizim dünyamızda, bizim ərazilərimizdə, müəyyən bir kənddə, ərazidə, sahədə, dünyada, ölkədə dağlar, düzənliklər, dərələr, çalalar, çökəkliklər, təpələr və s. var. Biz indi xəritəni təbii ki, onlar kimi çala-çökək şəkildə eləyə bilmərik. İndi 3D xəritələr var, onlar heç işimiz onlarda yoxdur. Biz bu relyefi nə etməliyik? Təsvir eləməliyik. Relyefdə demişkən, relyef nədir? Yer kürəsindəki nahamarlıqların cəmi. Nahamarlıq da deyirlər, çalalar, çökəkliklər, təpələr. Təpələr əgər dik olacaqsa, təpə, dağ, bu olacaq müsbət relyef forması. Əgər çökəklik çalı olacaqsa, bu olacaq mənfi relyef forması. Bunların da cəmi nə olacaq? Relyef. Relyefi də təsvir eləmək üçün biz nələrdən istifadə edəcəyik? Horizontallardan. Deməli, kartografik təsvirləri tərtib eləmək üçün ərazidəki dağ və təpələrin hündürlüyü, çökəkliklərin isə dərinliyini bilmək tələb olunur. Burada ərazinin nisbi və mütləq hündürlüklərindən istifadə olunacaq. Deməli, nisbi və mütləq hündürlük nədir, yoldaşlar? Mütləq hündürlük ölçülür okean səviyyəsindən. Nisbi hündürlüyü isə yer səthindəki bir nöqtənin hər hansı bir nöqtəyə şaquli xətt üzərində hündürlük fərqidir. İndi məsələn biz belə deyək. Deməli, biz götürürük okean səviyyəsi. Okean səviyyəsi qəbul olunacaq neçə metr? 0 metr. Və okean və yaxud dəniz səviyyəsi dedikdə avtomatik ağlımızda tutacaq ki, okean və dəniz səviyyəsi nə qədərdir? 0 metr. 0. Yaxşı. İndi okean sahilində tutalım bir dənə bizim dağımız var. Düzdürmü? Dağımızın hündürlüyü məsələn nə qədərdir? 2000 metrdir məsələn. 2000. Hə. Məsələn, dağımızın hündürlüyü 2000 metrdir. Sıfırlarım da mənim gözəldir. Hə. Bu okean səviyyəsindən mütləq hündürlük deyilirsə, məsələn, bir dağın mütləq hündürlüyü nə qədər? 2000 metrdir. Deməli, həmin 2000 metr ağdan ölçülüb 0 metrdən. 0 dağdadır okean və yaxud dəniz səviyyəsində. Biz bunu bildik. Daha sonra nisbi hündürlük diyor. Məsələn, 2 dənə alpinistdir, biri dağın zirvəsindədir. Yəni neçə metr hündürlükdədir? 2000 metr. Digər alpinist dağdadır, 1000 metr hündürlükdədir.
Bu alpinistlər arasındakı fərq nə qədərdir? 1000 metr. Deməli, yuxarıdakı alpinistin, aşağıdakı alpinistdən nəzərən hündürlüyü nə qədərdir? Ondan 1000 metr hündürlükdədir. Bu olacaq nə? Nisbi hündürlük. Daha sonra və yadınızda qalsın, planda nisbi hündürlüyü ölçmək üçün nədən istifadə olunur? Nivelirdən istifadə olunur. Aşağıdakı şəkildə biz nə edə bilərik? Niveleri görə bilərik. Baxın, niveler adətən 1 metr ölçüsündə olan nələrdir? Ağacdan parçalardır. Bunları yan-yana qoyaraq, toplayaraq nə edə bilirik biz? Təpənin və yaxud dərənin nisbi hündürlüyünü ölçə bilirik. Deməli, indi yoldaşlar, biz xəritədə, planda eyni hündürlüyə, mütləq hündürlüyə malik əraziləri nöqtələyirik. Məsələn, bu nöqtədə 2000-dir, digər nöqtədə 2000. Və bunları bir xətt boyunca bu nöqtələri birləşdiririk. Eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən xəttlər olacaq izohipslər. İzohipslərin digər adı nə olacaq? Horizontallar. Diqqət eləsəz, baxın. Məsələn, bir dağın ətəyində nə qədərdir? Hündürlüyü 2000 metr, 2250, 2500, 2750. Bu nöqtələri biz nə eləmişik? Xətlərlə birləşdirmişik. Bu xətlərə sanki yuxarıdan baxanda əmələ nə gəlib? Horizontal. Diqqət eləsəz, bu şəkildə də horizontalın təsvirini biz nə edə bilərik? Görə bilərik. Yoldaşlar, horizontalın quruluşuna diqqət eləsək, horizontallar eyni mütləq hündürlüyü birləşdirən nələrdir? Xətlərdir. Deməli, bu horizontalların arasında qalan məsafələrə biz deyəcəyik kəsmə yüksəkliyi. Kəsmə yüksəkliyi bir horizontalın daxilində bütün horizontalların arasında. Məsələn, burada 10 metrdirsə, burada 10 metrdir, bu hissədə 10 metrdir. Kəsmə yüksəkliyi nədir? Bərabərdir. İçəridəki horizontal adlanacaq daxili horizontal, çöldəki horizontal adlanacaq xarici horizontallar. Horizontala düz buzaq altında qırıq-qırıq xətlər çəkilir. Bu xətlər adlanacaq berg ştrixlər. Əgər berg ştrixlər üzü çölə çəkilibsə, baxın bu formada çəkilibsə, deməli bu müsbət relyef forması, təpədir və yaxud dağdır. Əgər berg ştrixlər içəri doğru çəkilibsə, o zaman bu nə olacaq? Çökəklik və yaxud mənfi relyef forması. Deməli, dağın ortasında 5834 metr göstərir. Bu deməli, həmin təpəmizin nə idi? Mütləq hündürlüyüdür. Deməli, sonra yoldaşlar, əgər horizontallar sıx çəkilərsə, meyillilik yüksəkdir. Yəni, yamac görsəndiyi kimi nədir? Dikdir. Və dik yamacda biz deyəcəyik meyillilik yüksəkdir. Əgər horizontallar arasında sıxlıq yüksəkdirsə, meyillilik və diklik yüksəkdir. Baxın, bu istiqamət hansı istiqamətə uyğun gəlir? Şərq istiqamət. Deməli, dağımızın şərq istiqamətində meyillilik yüksəkdir. Əgər horizontallar bir-birindən aralı və geniş çəkilərsə, o zaman horizontallar arasında ərazi dediyimiz kimi horizontallar arasında məsafə geniş olarsa, meyillilik nədir? Azdır. Yəni, diqqət edin, meyillilik azdır. Və siz bir təpənin necə sxemlə horizontala köçürüldüyünü müşahidə eləyə bilərsiniz. Deməli, burada biz bəzi horizontallarımızın, belə deyə, bəzi relyef formalarımızın horizontala köçürüldüyünü nə eləmişik? Görmüşük. Diqqət eləyin, bu məsələn 4-cü sxemdə görsəz, dağın bu hissəsi nədir? Daha dikdir. Horizontallar daha sıx çəkilib. Sonra 5-ci şəkilimizdə dağın sağ tərəfi nədir? Dikdir, meyillilik yüksəkdir. Horizontallar dağımızın şərq tərəfində necə çəkilib? Daha dik çəkilib. Sonra çökəklik. Diqqət eləsəz, berg ştrixlər necədir? İçəridir və bu nəyə təsvir edib? Çökəkliyi təsvir edib. Daha sonra yoldaşlar, bu berg ştrixlər yanınızda qalsın, həm də səth sularının axın istiqamətini göstərir. Məsələn, bu hissədən yağış yağsa, təbii ki, biz bilirik ki, yağış axacaq çökəkliyin dibinə. Deməli, berg ştrixlər sayəsində biz bilirik ki, çöldən içəri doğru yağış və yaxud çay nə edə bilər? Axa bilər. Sonra horizontallarda nəyi nəzərinizdə çatdırmaq lazımdır? Sizin mən onu qeyd edeyim. Sizin üçün məsələn, 2 dənə qonşu horizontal verilir. Baxın, məsələn, bu elə birinci şəkillə ikinci şəkildə horizontallar qonşudur. Yan-yanadır. Yəni, bu arı ilə bir dənə çay gedir. Çayın digər tərəfində də bir dənə, çayın şimal tərəfində də məsələn bir dənə dağ var. Çayın cənub tərəfində də dağ var. İndi bu horizontalla, bu ən xarici horizontalla
Bu horizontal bir-biri ilə qonşu sayılır. Deməli bunların hündürlüyü nədir? Eynidir. Məsələn, ən çöldəki bu horizontalımız 500 metrdirsə, deməli bu da 500 metrdir. Ondan yuxarıdakı 200, ondan yuxarıdakı məsələn 750 metrdirsə, deməli bu horizontalın da yuxarısındakı nədir? 750 metrdir məsələn. Deməli yoldaşlar, diqqət eləyin. Çalışma nümunəsinə diqqət eləyək. Deyir ki, kəsmə yüksəkliyinin 20 metr olduğunu nəzərə alaraq, sxemdə təsvir olunan təpənin nisbi hündürlüyünü tapın. A. Nisbi hündürlük. Deməli, təpənin nisbi hündürlüyünü tapdıqda, bizə göstərilən təpənin zirvəsi ilə təpənin ən xarici horizontalının hündürlüyü arasındakı fərqi tapacağıq. Deməli, kəsmə yüksəkliyi 120 metrdir. Yoldaşlar, baxın, əgər bu horizontalı biz bu formada təsvir eləsək, bu zirvə nöqtə nə qədərdir? 159 metrdir. Düzdürmü? Biz bunu bildik. Bu nə qədərdir? 159 metrdir. Aha. Deməli, və diqqət eləsək, neçə dənə horizontal çəkilib? 3 dənə horizontal çəkilib. Aha. Deməli, 3 dənə horizontalımızı biz də çəkək. Deməli, təbii ki, biz bildik ki, daxili horizontal nə olacaq? Təpədən, zirvədən aşağı olacaq. Yəni, hündürlüyü daha az olacaq. Onun üçün bizə kəsmə yüksəkliyi verildikdə və zirvə nöqtə verildikdə, amma horizontalın heç birinin hündürlüyü verilmədikdə, biz daxili horizontalı tapa bilərik. Elə bir rəqəm seçməliyik ki, daxili horizontal üçün. Verilən zirvə nöqtəyə, yəni 159-a ən yaxın, 159-dan ən kiçik və verilən kəsmə yüksəkliyə tam bölünən ədəd olsun. Yəni 20-yə tam bölünsün. 159-a ən yaxın, 159-dan kiçik, 20-yə tam bölünən ədəd hansıdır? Təbii ki, biz bildik avtomatik hansı olacaq? 140 olacaq. Aha. Deməli, həqiqətən də 140 159-dan nədir? Kiçikdir. 140 20-yə tam bölünür. 140 159-dan kiçik olan ona ən yaxın 20-yə tam bölünən ədəd. Deməli, biz də dedik ki, kəsmə yüksəkliyi ilə horizontallar arasında eyni olduğu üçün və kəsmə yüksəkliyi 20 metr olduğu üçün dağdan 20 düşəcək aşağı. Daxili horizontal 140-sa, ondan aşağıdakı horizontal neçə olacaq? 120 olacaq. Ən çöldəki horizontal deməli neçə olacaq? 120-də aşağı düşəndə ən çöldəki horizontal 100 olacaq. Deməli, ən çöldəki horizontalı biz neçə tapdıq? 100. İndi bunlar arasındakı fərqi tapdıqda nə edəcəyik? 159-dan 100-ü çıxacaq, yerdə nə qalacaq? 59 metr. Deməli, təpənin nisbi hündürlüyü nə qədərdir? 159 metrdir. Bəs təpənin mütləq hündürlüyü nə qədərdir? 159 metr. Təpənin nisbi hündürlüyü nə qədərdir? 59 metr. Yəni, təpənin ətəyi ilə zirvə arasındakı qalan fərq nisbi hündürlüyüdür. Bu təpənin oldu, nisbi hündürlüyü 59 metr. Deməli, sxemə əsasən kəsmə yüksəkliyi hesablayın. İndi bu çalışmaya diqqət yetirək. Yoldaşlar, deməli, əvvəlcə diqqət eləsək, daxili horizontalın verib ölçüsün 600 metr və xarici horizontalı verib 150 metr və diqqət eləsək, birləşdirirlər üzü çölə tərəfdir. Yəni, bu nədir? Dağdır. Həm də biz nədən bilirik? Daxili horizontal, xarici horizontaldan nədir? Daha yüksək. Deməli, bu, məsələn, mən dağ çəksəm, 4 dənə bunun horizontalını çəksəm, çünki 4 dənə horizontalına verilib. Baxıqlar, biz relyefin təsvirini göstərmişdik. Deməli, daxili horizontal olacaq böyle 600 metr və bu da biz deyəcəyik ki, nədir? Ən hündürdə olan horizontal olmalıdır, düzdürmü? Çünki dağda yuxarı qalxdıqca hündürlüyü artır. Bu da olacaq nə? 150 metr olacaq. Yaza bilsəm. Aha. İndi bizim neçədən kəsmə yüksəkliyimiz var? Deməli, bir dənə, 2 dənə və neçə dənə? 3 dənə. Aha. İndi biz 600 ilə 150 arasındakı fərqi tapsaq, eləyəcək 450 metr. Və bu 450 metri 3 dənə bərabər kəsmə yüksəkliyə bölsək, yerdə qalacaq 150 metr. Deməli, bu horizontallar arasında məsafə nə qədərdir? 150 metrdir. Yəni, 2 dənə qonşu horizontal arasındakı məsafədə kəsmə yüksəkliyi olduğu üçün, yəni kəsmə yüksəkliyi neçə metr olacaq? 150 metr olacaq. Deməli, daha sonra diqqət eləyib bu çalışmaya. Deyir ki, kəsmə yüksəkliyin 20 metr olduğunu nəzərə alsaq, sxemdəki çökəkliyin dərinliyini neyini hesablayın. Yoldaşlar, həmişə yadınızda qalsın. Baxın, berg ştrixlər içəri çəkilib. Deməli, bu bizim nəyimizdir? Çökəkliyimizdir. Amma çökəkliyin ortasında verilən o 97 rəqəm var. İndi hər hansı rəqəm verilsə, o çökəkliyin dərinliyi demək deyil.
çökəkliyin dibinin okean səviyyəsindən yüksəkliyidir. Məsələn, indi deyərsiniz, ay müəllim, çökəklik yox, okean səviyyəsindən aşağı. Elə deyil, elə deyil. Məsələn, diqqət eləsəz, bu okean səviyyəsidir. Düzdürmü? Biz deyirik ki, Xəzər dənizi okean səviyyəsindən -27 metr aşağıdadır. Yəni, məsələn, tutalım, okean səviyyəsində bir dənə okean səviyyəsində dağ var. Dağ silsiləsi. Dağ silsilələrinin arasında bir dənə var, göl var. İndi diqqət edin, bu 0 metr. Okean səviyyəsi. Düzdürmü bu? Bir dənə də belə xətt çəkdim, okean səviyyəsi. Burada məsələn mənə verilib nə qədər? Bu nöqtə mənə verilib məsələn 1000 metr. 1000 metr. İndi mən deyəcəm ki, onda bu gölün dərinliyi 1000 metrdir. Xeyr. Bu gölün dibinin okean səviyyəsindən hündürlüyü neçədir deməli? 1000 metrdir. Mən bu gölün dərinliyini tapmaq üçün bunun kənarının xarici horizontalla dib nöqtəsinin arasındakı fərqi tapmalıyam yoldaşlar. İndi mənə kəsmə yüksəkliyin 20 metr olduğunu verib və 97 metr verib. Deməli, bu 97 ən dibdir. Daxili horizontal bundan hündürdə qalacaq. Müsbət relyef formasının əksidir. Deməli, mən artıq orada 97-dən və yaxud verilən zirvə nöqtədən, ən dərin nöqtədən kiçik rəqəm tapırdımsa, bu çökəklik olduğu üçün daxili horizontal üstdə qalacaq. Deməli, bundan ən böyük, buna ən yaxın verilən kəsmə yüksəkliyə tam bölünən ədəd olmalıdır. 97-yə ən yaxın, ondan böyük, 20-yə tam bölünən, yəni kəsmə yüksəkliyə tam bölünən ədəd hansı olacaq? 100 olacaq. Və daxili horizontal 100, kəsmə yüksəkliyi 20 metrdirsə, deməli bura 100-dirsə, bura olacaq neçə? Üstə 20, 120, 10 da üstünə 20, 140, 10 da üstünə 20, 160. İndi xarici horizontalımı bildim mi? Və dib nöqtəni bilirəm. Bu məsafəni tapmaq üçün nə edirəm? Xarici horizontaldan, yəni 160-dan çıxaram nəyi? Daxili dib nöqtənin 97-ni və mənim dərəmin dərinliyi olacaq nə qədər? 63 metr olacaq. Deməli, indi biz miqyası bildik. Şərti işarələri bildik. Üfüqün cəhətlərini bildik. Ərazi üçün relyefin təsvir olan horizontalları bildik. Artıq biz rahatlıqla plan çəkə bilərik. İndi biz sizinlə danışacağıq. Nədən? Plan almadan. Yoldaşlar, deməli, danışacaq məhəllin planından. Məhəllin planı ümumiyyətlə ən kiçik kartografik təsvirdir. Ən kiçik ərazilərin çəkilmiş təsviridir. Deməli, yer səthinin kiçik sahələrinin yuxarıdan kiçildilmiş şəkildə şərti işarələrlə təsvirinə nə deyəcəyik? Məhəllin planı deyəcəyik. Məhəllin planında yer səthinin kiçik sahələri təsvir olunacaq. Planın tərtibi üçün bizə nə lazımdır? İstiqamət, azimut, şərti işarələr və 1 bölünsün 10.000-dən böyük miqyasdan istifadə edilir. İndi 1 bölünsün 10.000 dedikdə nəyi nəzərdə tutur? Yəni bizim miqyaslarımız mütləq 1 bölünsün 10.000-dən böyük olmalıdır. İndi məsələn, mən desəm 1 bölün 11.000 daha böyüdür, yoxsa 1 bölünsün 9.000? Təbii ki, bilməyənlər deyər ki, müəllim 1 bölünsün 11.000. Amma elə deyil. 1 bölünsün 9.000 daha böyüdür. Gəlin belə göstərim. Miqyas biz deyirik ki, nədir? Kəsir ədəd. Düzdürmü? 1 bölünsün. Məsələn, bir miqyas yazıram. 1 bölünsün nə qədər? Məsələn, 1 bölünsün 1000. 1 bölünsün 1000. Miqyas yazıram. Bu kəsir ədəd. Bunu mən nə edirəm? Kəsir şəklində yazsam, 1 bölünsün nə? 1000. Və yaxud, indi bir dənə də miqyas yazıram. 1 bölünsün 2000, 2000, 1 böl 2000. Diqqət eləsək, 1 bölünsün 2000. İndi bu 1 bölünsün 2000-i mən kəsir halında yazsam yenə, 1 böl 2000 qeyd eləsəm, burada hansı böyük olacaq? Təbii ki, sürət həmişə sabitdir. Yəni, miqyasda sürətimiz həmişə 1 ilə ifadə olunacaq. Başqa heç bir rəqəmdən ifadə olunmayacaq. Deməli, sürət sabit olduğu üçün, indi diqqət edin. Biz 1 kilo əti 1000 yerə parçalasaq daha çox ət qalacaq.
aparacaq, yoxsa 2000 yerə? Təbii ki, 1000 yerə aparacaqsa da daha çox həll qalacaq. Ona görə də 1 bölünsün 1000 daha nədir? 1 bölü 2000-dən böyükdür. Deməli, miqyasın sağ tərəfi, yəni məxrəci nə qədər böyük olarsa, miqyas bir o qədər kiçik olacaq. Miqyasın rəqəmləri çoxaldıqca miqyas kiçiləcək. Bu belə yadımızda qalsın. Yəni 1 bölü 10.000-dən kiçik deyirsə, 1 bölü 9.000, 1 bölü 8.000, 1 bölü 7.000 olacaq. Deməli, planda kiçik ərazilər böyük miqyasda verildiyinə görə daha dəqiq təsvirlərdir. Yəni, daha aydın çəkilir. Biz orada çox ixtisardan istifadə eləmirik. Planda meridian və paralellər çəkilmir. Balaca ərazidir. Balaca ərazini çəkəndə paralel və meridiandan istifadə eləyə bilmərik. Planda relyef horizontallarla təsvir olunur. Planalma iki üsulla aparılacaq. Havadan və yerüstü planalma. Havadan planalma biz apardıqda nə edəcəyik yoldaşlar? Kosmik peyklərdən, dronlardan, təyyarələrdən, vertolyotlardan istifadə edəcəyik. Bu da ədəq planalma olacaq. Və daha geniş, daha əlçatmaz ərazilərin planı üçün biz havadan istifadə edəcəyik. Yerüstü planalmada iki yerə bölünəcək. Göz ayarı planalma və dəqiq planalma. Deməli, dəqiq planalma daha mürəkkəb alətlərin vasitəsilə aparılan planalmadır. Daha mürəkkəb alətlər dedikdə dəqiq planalmada istifadə olunan teodolit və buz solu nəzərdə tutacaq. Və daha digər yerüstü planalmanın bölgüsü olan göz ayarı planalmanı danışacağıq. Göz ayarı planalmada bölünür neçə yerə? 2 yerə. Qütb və marşrut planalması. İndi biz danışacağıq nədən? Qütb və marşrut planalmasından danışacağıq. Deməli yoldaşlar, qütb dedikdə qütb nöqtələri nəzərdə tutulmur. Qütb, yəni nöqtə, bir nöqtədən aparılan planalma. Məsələn, mən bir stadionu plan almaq istəyirəmsə, gedəcəm düz stadionun mərkəzi nöqtəsində dayanacam. Bu mənim plan almaq üçün seçdiyim nöqtə oldu, mənim qütb nöqtəmdir. Və gördüyünüz 3 ayaqlı, üzərində planşet olan, menzula adlanan masamı ora quracam. Qoydum mu ora? İndi dayandığım nöqtədən ətrafında məktəb var, ağac var, körpü var, bulaq var. Onları bir-bir planşetimə, menzulamın üzərində olan kağıza köçürdəcəm. Bir nöqtədən göz ayarı şəkildə, göz ayarı ilə dəqiq olmadan köçürdürəmmi? Bu olacaq qütb planalması. Deməli, qütb planalmasını biz elə nöqtələrdə apara bilərik ki, oradan olsun, bizim gözlə görə biləcəyimiz məsafə olsun. Ətrafı biz açıq, rahat şəkildə görə bilək. Məsələn, meşə. Meşədə qütb planalmasını istifadə edə bilərik. Xeyr, ağaclıqdan nə görəcəyik biz? Dağı, bir dağı plan almaq istəyiriksə və yaxud böyük bir təpəni biz qütb planalması eləyə bilərik. Xeyr. Deyərsiniz, indi müəllim, təpənin zirvəsinə çıxıb eləmirlər. Yəni, böyük təpə götürür. Ətəyində durub necə qütb planalması eləyə bilərik? Heç cürə. Onun üçün biz qütb planalması, məsələn, həyət, əkin sahəsi, çəmənlik, stadion, gözlə görə biləcəyimiz ərazilərdə qütb planalması eləyə bilərik. Məsələn, bir məktəb, məktəbin için plan alırıqsa, qütbdən istifadə eləyə bilmərik. Çünki girdiyi bir dənə otağa, digər otağı necə görəcəyik? Deməli, daha sonra yoldaşlar, yürüyüş və yaxud ekskursiyalarda isə marşrut planalmasına istifadə olunur. Məsələn, böyük bir məhəlləni təsvir almaq istəyiriksə, təbii ki, məhəllənin hər tərəfini biz bir nöqtədə, qütb nöqtəsində, bir seçdiyimiz nöqtədə dayanıb görə bilmərik. Məhəllənin içində yeriməliyik, özümüz üçün nöqtələr təyin edirik və yeriyərək aldığımız bu planalmanı adlanacaq, bir neçə nöqtədən aldığımız planalmanı adlanacaq, marşrut planalması adlanacaq. Deməli, biz göz ayarı planalmada menzuladan, kompasdan, metrədən, transporterdən, planşetdən, çöldə məsafələri ölçmək üçün çöl pərgahından, qələmlə, pozanla, xəttkeşlərdən nə edəcəyik? İstifadə eləyəcəyik. Dəqiq planalmada istifadə olunan alətlər teodolit və buz soldur. Göz ayarı planalmada istifadə olunan alətlər isə vizir xəttkeşidir, kompasdır, metrədir, sadə alətlərdir, yəni yoldaşlar. Bu da nə eləsin? Yadınızda qalmağı vacibdir. Növbəti dərslərimizdə görüşənə kimi.